Necəsiniz? Allah, süper. Yaxşı eşidirsiniz indi? Evet, teşekkür ederim bütün köməkləriniz üçün. Çünki uzun illərdir eşitməklə bağlı problemlərim var idi. Davamlı insanların ağzını oxuyuram, davamlı eşitmirəm, çətinlik gəlir və düzü məktəb vaxtı biraz buna görə diskriminasiya olmuşdu ki, niyə eşitmirsən, nə və uşaqlar biraz qəddar olur. Ona görə uşaqların əyləncəsini seyirmişdim bir müddət ki, hə, eşitmirsən, kərsən falan filan. Məktəbdə həmişə qabaq sırada otururdum ki, daha yaxşı eşidəsin. Çox vaxt heç eşidə bilmirdim, ağız oxuyurdum. Bu universitetdə də belə davam elədi, işə girmişəm, işdə də belə davam edir, amma gördüm ki, artıq sosiallaşmamın qabağını alır və nə qədər belə davam edə bilərsən, nə qədər belə. Yəni, mən özümü düzdür, bütün varlığımla sevirəm və yaradan hər şey üçün təşəkkür edirəm, amma təbii ki, imkanlar varsa, o imkanlardan istifadə etmək lazımdır və bütün dəstəyiniz, köməyiniz üçün təşəkkür edirəm. Biz təşəkkür edirik, həmişə şad xəbərlər eşidəsən, Çox sağ olun. rahatdır, incitmir qulağına, aydın eşidirsən, telefonla proqram yazdıq, özün istədiyin vaxtı ehtiyacına görə səsini aşağı yuxarı edə bilərsən. Nə də lazım olsa həmişə buradayıq, həmişə köməyindəyik. Təşəkkür edirəm, sağ olun. Sağ olun.